Qonaq, Leyla, psixoloq, müddət, təxminən 4 dəqiqə. Salam, dəyərli dostlar, sizi Mirzəyevlə podkast verilişinin yeni buraxılışında görməyə şadam. Bugün bizimlə çox vacib və həssas bir mövzunu müzakirə etmək üçün studiyamızda dəyərli bir qonağımız var. Psixoloq Leyla xanım. Leyla xanım, xoş gəlmisiniz. Xoş gəldi, Ələkbər. Dəvət üçün təşəkkür edirəm. Bütün dinləyiciləri salamlayıram. Biz təşəkkür edirik ki, vaxt ayırdınız. Əziz dinləyicilər, söhbətimizə keçməzdən əvvəl xatırlatmaq istərdim ki, kanalımıza abunə olmağı və bildirişləri aktivləşdirməyi unutmayın. Beləcə, gələcək maraqlı söhbətlərimizdən dərhal xəbərdar ola bilərsiniz. Leyla xanım, bugün depressiya haqqında danışacağıq. Gündəlik həyatda bu sözü çox eşidirik. Bəzən insanlar pis bir gün keçirəndə belə depressiyadayam deyirlər. Gəlin, ilk olaraq aydınlıq gətirək. Bir mütəxəssis kimi izah edin, depressiya əslində nədir və onun adi kədərdən fərqi nədən ibarətdir? Çox doğru bir məqama toxundunuz, Ələkbər. Bu, ən vacib fərqdir. Kədər, məyusluq, ruh düşkünlüyü həyatın normal bir parçasıdır və hər birimiz zaman-zaman bu hissləri yaşayırıq. Bu, adətən müəyyən bir hadisəyə reaksiyadır və bir müddət sonra keçir. Depressiya isə sadəcə bir anlıq əhval-ruhiyyə deyil, ən azı 2 həftə davam edən, insanın demək olar ki, bütün həyat sferalarına, düşüncələrinə, hisslərinə, davranışlarına və fiziki sağlamlığına mənfi təsir göstərən davamlı bir tibbi vəziyyətdir. O, bir zəiflik və ya iradə əskikliyi deyil, müalicəsi olan real bir xəstəlikdir. Yəni, əsas meyar onun davamlı olmasıdır. Bəs insanlar özlərində və ya yaxınlarında hansı spesifik əlamətlərə diqqət yetirməlidirlər? Depressiyanın qırmızı bayraqları hansılardır? Əlamətləri bir becə qrupa bölmək olar. Duyğusal əlamətlərə daimi kədər, boşluq hissi, əvvəllər zövq verən fəaliyyətlərdən artıq həzz almamaq, buna anhedoniya deyilir, ümidsizlik və dəyərsizlik hisslərə aiddir. Fiziki tərəfdən isə daimi yorğunluq, enerji azlığı, yuxu pozuntuları ya yuxusuzluq ya da həddindən artıq yatmaq, iştah dəyişikliyi və səbəbi bilinməyən fiziki ağrılar müşahidə edilə bilər. Bundan əlavə, davranışda da dəyişikliklər olur, məsələn, sosial izolyasiya, yəni dostlardan və ailədən uzaqlaşmaq, qərar verməkdə çətinlik, diqqəti cəmləyə bilməmək kimi hallar yaranır. Bu əlamətlərin bir neçəsi birgə və davamlı şəkildə mövcuddursa, mütləq diqqətli olmaq lazımdır. Bu, çox əhatəli izah oldu. Təəssüf ki, cəmiyyətimizdə hələ də mental sağlamlıq mövzusunda bir stigma var. İnsanlar çox vaxt mən dəli deyiləm ki, deyərək mütəxəssisə müraciət etməkdən çəkinirlər. Bu bariyeri necə aşmaq olar və depressiyadan əziyyət çəkən bir yaxınımıza necə düzgün dəstək göstərə bilərik? Bu, bəlkə də ən çətin məqamdır. İlk növbədə anlamalıyıq ki, necə ki ürəyimiz ağrıyanda kardioloqa gediriksə, ruhumuz ağrıyanda da psixoloqa və ya psixiatra getmək normaldır. Bu, güclülük əlamətidir, zəiflik deyil. Yaxınımıza dəstək olmaq üçün isə qızıl qayda budur. Mühakimə etməyin, dinləyin. Özünü ələ al, hər şey yaxşı olacaq kimi klişe ifadələr əvəzinə mən sənin yanındayam, sənin üçün narahatam, gəl birlikdə bir çıxış yolu axtaraq. Səni dinləməyə hazıram kimi cümlələr daha təsirlidir. Ona professional yardım almağı təklif edə bilərsiniz. Hətta həkimə gedərkən onu müşayiət etməyi təklif etmək belə böyük bir dəstəkdir. Əsas odur ki, o tək olmadığını hiss etsin. Möhtəşəm məsləhətlərdir. Düşünürəm ki, bugün çoxlarının beynindəki suallara cavab tapa bildik. Leyla xanım, gəldiyiniz və bu dəyərli məlumatları bizimlə bölüşdüyünüz üçün sizə bir daha təşəkkür edirəm. Mən təşəkkür edirəm, Ələkbər. Ümid edirəm ki, söhbətimiz kimlərəsə faydalı olar. Əziz dostlar, bununla da Mirzəyevlə podkastının bugünkü buraxılışının sonuna gəldik. Unutmayın, mental sağlamlığınıza diqqət yetirmək fiziki sağlamlığınız qədər vacibdir. Kömək istəməkdən çəkinməyin. Kanalımıza abunə olmağı və bu bölümü faydalı olacağını düşündüyünüz insanlarla paylaşmağı unutmayın. Beləcə, daha çox insana çata bilərik. Növbəti görüşlərə qədər özünüzə yaxşı baxın. Sağlıqla qalın.